Başlayır. Dərs nömrə 2 Windows 11-dən. Nələri keçəcək? İş masasının kontekst menüsü, taskbar, start menüsü, Aura interfeysin funksiyalarını, qısa yol anlayışı, Windows əməliyyat sistemində pəncərələr və onlarla iş prinsiplərinin 11-də olan variantlarını və kontrol panelini keçmiş olacağıq. Başlayaq. Birinci başlayaq iş masasının kontekst menüsünün personalization hissəsi ilə. Keçən dəfə digər qalanları keçmişdik. Personalization daxilində nələr var? Background var. Background nə deməkdir? Arxa fon. Arxa fonun şəklidir, rəngidir, arxa fona şəklin yerləşdirilmə stilləridir və s. onları qoya bilərik. Colors-da nələr var? Rənglər deməkdir colorslar. Accent color pəncərələrdir. Transparency effekti, yəni şəffaflıq effektləridir. Color theme-dir, yəni temaların rəngidir və s. Hamısını dəyişdirmək mümkündür. Temalarda nələr var? Temalarda fondur, yəni arxa fon şəklidir, rəngdir, səsdir, siçanın göstəricisi kimi elementləri özündə birləşdirir və əlavə olaraq bir-iki əmri də var, keçəcəyik birazdan. Dynamic lighting-dəki RGB işıqlandırmalardır. Yəni misal üçün klaviaturalarda bilirsinizsə RGB rənglər var və yaxud da ki, mouselarda RGB rənglər var. Bunları idarə etməyə kömək eləyir. Ondan sonra gəlir lock screen-dir, kilit ekranıdır. Qısa yolu Windows L-dir, L. Ondan sonra gəlir text input. Burada da ki, hər hansısa bir mətnləri daxil etmək üçün touch keyboard-u aktivləşdirir. Touch keyboard nədir? Bax, aşağıda olmalı. Normalda prosto mən yığışdırmışam. Hətta bir dənə açım göstərim. Necə göstərmişəm. Ekranda bildiyiniz, yəni klaviaturanı aktivləşdirmək üçündür. Ondan sonra start menüsü gəlir. Buradan da hər hansı tətbiqlərin qovluqların görünəcəyini seçmək mümkündür. Taskbarı öyrənəcəyik. Ən aşağıdakı bu hissədir. Tapşırıqlar panelinin davranışı, düymələrin yerinidir və yaxud da ki, bu düymələrin görünüşlərini dəyişdirməyə kömək eləyir. Fontlar vasitəsilə sistemin yazı tiplərini, fontlarını dəyişdirmək, idarə etmək mümkündür. Device Usage-dəki kompüterdən necə istifadə etdiyini, işdir və yaxud da ki, və s. qeyd etməklə Microsoft-da fərdiləşdirmələri təklifini göndərirsiniz. Başlayaq bir-bir tanış olmağa. Background-da dedik. Nələr idi? Arxa fonun şəklini düzləndirmək idi. Personalize your background hissəsi var birincisi. Buradan masaüstü fonun növünü seçmək mümkündür. Ondan sonra gəlir ikincisi picture hissəsi var. Buradan şəklini dəyişmək üçündür arxa fonun. Üçüncüsü solid color-dur. Tək rənglərdən istifadə edirsiniz. Slideshow-dur. Bildiyiniz, yəni slideshow olaraq özü hər bir neçə dəqiqədən bir dəyişdirməyə imkan verir. Və beşincisi də ki, nəhayət bax burada gördüyünüz Windows Spotlight-dır. Spotlight daha doğrusu. Bu da Microsoft tərəfindən seçilmiş gündəlik dəyişən yüksək keyfiyyətli şəkilləri özü avtomatik olaraq yerləşdirməyə kömək eləyir. Ondan sonra gəlir altıncısı Browse Photos'dur. Bu da ki, browserdən, yəni hər hansısa bir kompüterdə istədiyin şəkli seçib özün yerləşdirə bilirsən. Yedinci Fill əmridir. Fill əmrin birazdan alt əmrlərini keçəcəyik. Ondan sonra gəlir 8-incisi də ki, Related Settings-dir. Bax, kontrastlar var burada. Kontrast nədir? Zəif görmə, işıq həssaslığı olan istifadəçilər üçün yüksək kontrastlı rəng mövzularını seçməyə imkan verir. Gəlin bir dənə bu fill-i öyrənək. Fill-in gördüyünüz kimi 6 dənə alt əmri var. Fill var birincisi, doldurmaq üçündür. Şəkil bütün ekranı tutur. Baxın, ekrana yerləşməsə əgər artıq hissələri kəsilir. Şəkil, belə deyək, ənqrəbadi hala düşür. Bu cür yerləşdirməsi susmaya görədir, yəni default olaraqdır. Fit var, uyğunlaşdırır. Seçilmiş kənarların, şəklin kənarlarından kəsmir, korlamır, sadəcə biraz enləndirir şəkli. Ondan sonra stretch gəlir, dartılma. Burada daha doğrusu, bax, kənarlarında bu cür qara işarələr qalır. Amma stretchdə dartılmadır. Kənarlarını dartır, şəkil biraz, belə deyək, kök görsənirsən. Sonra gəlir tile mozaikadır.
Mozaikada nədir? Ekran, bax, bütün ekran dolana qədər kiçik-kiçik hissələrdən, şəkillərdən ibarət olur. Center mərkəzə doğru düzləndirir. Bax, centerdən centre eyni mənanı verir. Spandakı genişlənmədir. Hər hansısa bir ikinci, belə deyək, şeydən istifadə eləyirsinizsə, nədir onun adı? Ekrandan istifadə eləyirsinizsə, o zaman bundan istifadə eləyə bilərsiniz. Ondan sonra gəlir personalization'ın color hissəsi. Colors-da mod seçə bilərsiniz. Light açıq rejimdir. Bax, hal-hazırda gördüyünüzdür. Dark qaranlıq rejimdir. Telefonlarda daha çox istifadə elədiyimizdir, Instagramlarda falan. Custom-dakı özün üçün fərqləşdirirsən. Windows rejimi, tətbiq rejimini ayrı-ayrılıqda seçə bilir. Transparency effekt şəffaflıq effektləridir. Belə deyək, qapalı olan pəncərələrin opacity-sini ölçür, yəni sizin üçün şəffaflığını tənzimləyir. Accent Color-dakı, bax, burada axırıncı gördüyünüz hissədir. Onun manueli var, bir də ki, avtomatik var. Burada da Windows interfeysində istifadə olunan vurğulama rəngləri seçilir. Baxın, misal üçün düymələrdə, aktiv nişanlarda, yəni tablarda, başlıq xətlərində, nə bilim, taskbar və start menüsünün rəngini dəyişməyə yardımçı olur. Qısa konkret çərçivələrin şəklini, rəngini hardan dəyişirik? Colors-dan. Sonra gəlir nə? Temalar. Temalarda bayaq dedik də, arxa fonun şəklidir, səs effektləridir, nə bilim, arxa fonun rəngidir, mausun kursorunun göstəricisidir. Bunlar olur. Bax, bir dənə burada əsas əmrimiz var, Desktop Icon Settings. Desktop Icon Settings-dən biz buradan gəlib istədiyimiz, belə deyək, menyunu daxil eləyə bilərik. Məsələn, kompüterdir. Menyu dediyimiz, yəni sistem proqramlarıdır. Bax, bu üçüdür. Məndə məsələn bu üçün göstərmişəm. Siz təbii ki də daha artığını göstərə bilərsinizmi? Göstərə bilərsiz. Hardan girdik? Personalize. Ana, temalar hanı? Məndə də göstərdim, nə var ki? Baxın, buradan desktop iconuna girdik. Hansını istəyirsinizsə, buradan yerləşdirə bilərsiniz. Davam eləyirik. Gəlir lock screen hissəsi. Lock screen-də kilidi atdığımız hissədir. Qısa yolu Windows L-dir, yenə də deyirəm. Nələr var daxilində? Lock screen image var. Yəni, kilit ekranın şəklini dəyişə bilirsən. Windows Spotlight var. Hər dəfə fərqli mənzərə şəkilləri yerləşdirmək üçündür. Lock screen status var. Bu da ki, hava durumu və s. kimi vəziyyətləri sizə göstərməyə kömək eləyir. Ondan sonra gəlir screen timeout var. Screen timeout-dakı buradandır. Hər neçə dəqiqədən bir özü avtomatik olaraq ora düşməsini tənzimləyir. Sonra gəlir font hissəsi. Font hissəsində adi bildiyimiz yazı şriftlərini əlavə edirsiniz. Nələr var burada? Məsələn, birincisi Show Recently Added App var. Start menüsündə təbii ki də, daha doğrusu bir dənə gələk bura. Show Recently Added Apps-də nələr var? Son əlavə olunmuşları göstərir. Bax, buradan girdik. Bu hissədədir. Ondan sonra ikincisi gəlir Show Most Used Apps var. Göstərim tam olaraq. Baxın. Show Most Used Apps var. Yəni, ən çox istifadə olunan proqramları göstərir. Show Recommended Files in Start, yəni sənin üçün məsləhət görünən faylları Start menüsünü göstərir. Show Website from your browsing history, sənin web saytlarını göstərmək üçündür. Misal üçün, Ed7 və s. Sən oraya getmə. Ondan sonra nələrimiz var? Nələrimiz var? Buradan davam edək, eyni yerdə olmaz. Var Show Account Completed Notification, account-u göstərir. Yəni, sənin haqqında məlumatları göstərmək üçündür, hesaba bağlı bildirişləri göstərmək üçündür. Folders-dakı adi bildiyimiz qovluqlardır. Bizim istifadə edədiyimiz qovluqlar. Məsələn, baxın, qovluqları göstərim sizə. Bax, bu 5 dənə qovluq. Sən oraya görsən. Bu 5 dənə qovluq. Bu Google-u çıxıram təbii ki də buradan. Bu 5 dənə qovluğu gətirib orada da göstərə bilirsiniz. Ondan sonra gəlir nə? Ora səhvliklə girdik. Gəlir taskbar. Taskbar ən aşağıdakı hissədir. Bax, burada.
Nələr var üzərində? Bu doğrudur, Windows 10-da olanlardır. Prosta ki, yenə də eyni sayılarmı sayır. Nələrimiz var bizim? Start menümüz var, aşağıda baxaq elə. Search var, axtarış menüsünü aktivləşdirir bizim üçün. Ondan sonra gəlir bax bu gördüyümüz, keçənlər keçdiyimizdir. Task View-dur. Qısa yolu Windows Tab-dır. Son istifadə olunmuş bütün appslər burada göstərilir. Daha doğrusu aktivlər belə deyək. Buradan bağlayaq, rahat olsun. Ondan sonra gəlir ortada bərkidilmiş proqramlar və yaxud da ki, aktiv proqramları görürsüz. Bax burada da gördüyümüz kimi. Ondan sonra gəlir aşağıda widgetlər var. Buradan bütün şeylər, canlı xəbərlərdir, hava durumlarıdır və s. Hamısını görə bilərsiniz. Sonra notification area var sağ tərəfdə. Bax burada. Bu da bildirişlər sahəsidir. Bütün bildirişləri görürsüz. Ondan sonra Alt Escape-i basaraq nə də gəlsəm. Məlumatlar panelindəki aktiv pəncərələri dəyişdirməyə daha doğrusu Alt Escape deyil, Alt Tab-dır bu. Orada səhv düşübdür, çox üzr istəyirəm. Alt tabı basaraq gəlib bunu düzəldə bilərsiniz. Bunu düzəldəcəm birazdan. Düzəldib göndərəcəm. Sonra gəlir Start menüsü. Start menüsündə nələr var? Bax bu gördüyünüzdə daha ətraflı danışacaq, haqqında ehtiyac yoxdur. Search hissəsi var, axtarışı təmin edir. Girsən buradan, qısa yolu Windows testi, qısa yollarını öyrənin. İstədiyin proqramın adını yazırsan, buradan baxa bilirsən. Microsoft 365 Copilot-dur. Bu bilirsiniz nədir? Windows 7 qısa yolu. Süni intellekti səslə idarə eləmək üçündür. Ondan sonra gəlir nə? Task View-dur. Dediyim kimi son aktiv olan proqramları göstərir. Qısa yolu Windows Tab-dır. Bərkidilmiş proqramlar düymələri var. Tez istifadə olunan proqramları gətirib bura yerləşdirə bilərik. Aktiv proqramlar var. Altından xətt çəkilibsə, bunlar aktiv proqramlardır. Yox, çəkilməyibsə, sadəcə ora bərkidilmiş proqramlardır. Və Notification area var ki, daxilində nələrimiz var. Touch Keyboard Button var. Məndə yoxdur, düzü görmürsünüz, hamısını yığışdırmışam. Sadəcə varmı? Var mı? Real həyatda. Nədir? Ekran klaviaturasını aktivləşdirmək üçündür. Windows Ink Workplace var, bir də ki, language barı arasında yerləşir. Bu Ink Workspace nədir? Adi bildiyimiz mürəkkəblə yazı üçün istifadə edəcəyiniz hissədir. Language bardakı dil panelidir. Qısa yolu Alt, Shift-i, bax sağ aşağıda gördüyünüzdür. Və yaxud da ki, Win-lə spacebarı eyni anda basanda gəlib aktivləşən hissədir. Ondan sonra gəlir Action Center, keçən dərs keçmişdik, Windows adı qısa yolu və ən sonda yerləşən bax, sağ tərəfə gələn kimi bir dənə kiçik ox aktivləşir burada. Ona basan kimi hər şeyin aşağı düşməsi olur Aero Peak funksiyasıdır. Aeroları birazdan keçəcəyik. Sonra gəlirik taskbarın, bax, açılan iki hissəsinə. Task Manager var, tapşırıqlar meneceridir. Buradan RAM-ı təmizləyə bilərsiniz, kompüteriniz donan zaman girib buradan hər şeyi bağlaya bilirsiniz. Məsələn, settingsə expand eləyə bilərsiniz. End task eləyərsiniz, özü avtomatik olaraq bağlanar. Və yaxud da ki, Google Chrome birazdan lazım olacaq, bağlamayaq. Taskbardakı Taskbar settingsdəki aşağı hissədədir. Bax, burada. Girdik bura. Taskbarın bütün funksiyalarını buradan görə bilərik. İndi bir-bir tanış olaq. Birincisi search, axtarışdır. Hər hansısa bir şey axtarmaq istənsə, girib buradan qısa konkret tapa bilirsən. Task view var daxilində. Tapşırıq görünüşüdür. Bayaq dediyimizdir. Son aktiv olan şeyləri buradan görə bilirik. Widgetlərdir, bax, sol hissədəkidir. Buradan məlumatlardır, xəbərlərdir və s. öyrənə bilərik. Ondan sonra gəlir pen menü. Pen nədir? Qələmdir. Buradan istifadə edən cihazlarda pen menü aktivləşdirir. Yəni, məsələn, ekrandan, touchscreen monitorlardan da söhbət gedir təbii ki də. Sonra gəlir touch keyboarddur. Girək buradan görək hətta touch keyboardu. Baxın, buradan misal üçün always eləsək, gəlib burada avtomatik olaraq aktivləşir. Buradan yazı yazmağa kömək eləyir. Kimlər üçündür? Zənginlər üçündür. Bu touchscreen monitor istifadə edənlər üçündür. Ondan sonra gəlir nələrimiz? Other system tray iconlar, yəni digər sistem ikonlarını göstərir. Sistem ikonları bax buradakılardır. Hansıları istəyirsən idarə edə bilirsən buradan. Bu nədir? Məsələn, səsdir. Sən get. Ondan sonra gəlir Task Behaviors-dakı tapşırıq panelinin yerləşimidir. Ürəyin necə istəyirsə buradan düzləndirə bilirsən.
Baxın, girək buradan hətta. Məsələn, Automatically Hide Taskbar özü deyir ki, avtomatik şəkildə gizlədilsin, ta ki üstünə gələndə aktivləşsin. Show Basics on Taskbar Apps deyir ki, üzərindəki taskbar menyularını göstər. Sonra nə bilim, burada nələr var. Gördüyünüz bunlarda, yəni çalışın, onlarla oynamayın. Combine Taskbar Button Hide var burada. Bax, Always var. Hər zaman burada sizi misal üçün ikisini üst-üstə göstərməyə tənzimləyir. When Taskbar is full, taskbar dolana qədər hər birinin adının üzərində yazır. Bir də Never var ki, düzəldə dayı. Never'da da ki, heç vaxt bu taskbarda misal üçün 2 dənə piktoqram olanda birini göstərmir. 2-2 göstərir, yəni hamısını göstərir. Sonra nələrimiz var? Bunlar daxili əmrlərdir dedik. Always, never dedik. Burada var. Combine taskbar button and hide labels on the other taskbar. Qısa konkret tərcümə ilə getsək, hər şeyini tapa bilərik. Deyir ki, birdən çox monitor istifadə edirsənsə sən, o zaman belə deyək, ikinci ekranda da eyni taskbarları göstər. Show smaller taskbar button. Bu da ki, belə deyək, kiçik belə düymələr, taskbar düymələrinin ölçüsünü kiçildir. Üzərində 3 tür düyməsi var yenə. Always var, when taskbar is full var, bir də ki, never var. Always də hər zaman kiçik göstərir. When taskbar is full, taskbar dolanda kiçilir və yaxud da ki, never da heç vaxt kiçilmir, əvvəlki vəziyyətində qalmış olur. Gəlir Start menüsü. Bax, Start menüsü Windows-dan açılır, Windows tuşuna açılır, Ctrl Escape ilə açılır və yaxud da ki, aşağıda gətirib bu Windows tuşuna basan zamanda açılmış olur. Daxilə nələr var? Bax, birincisidir, axtarış sətridir, proqramlardır, parametrləri, sənədləri axtarış edə bilirsiniz. İkincisi, gəlir Pinnet hissəsi. Pinnet nədir? Bərkidilmiş proqramları görürsünüz. Sonra bax, burada All var, bütün proqramları görməyə kömək eləyir sizə. Sonra gəlir Recommended hissəsi, tövsiyə hansıları sizə tövsiyə edirsə onları görürsünüz. More'da daha çox tövsiyə olunanları görürsünüz. İstifadəçi hesabını görürsünüz aşağıda, bax burada account-dur, user account hissəsidir. Və buradan da güc düyməsini görürsünüz ki, daxilinə power, restart, shutdown, sleeplər vardı. Hətta göstərəm. Bax, gördüyünüz kimi. Lock nədir? Kilidi atır. Sleep yuxu moduna atır. Shutdown, bu arada bu ikisinin yeri sayılır. Shutdown söndürür, restartdakı yenidən başlatmağa kömək eləyir. Sleep nədir? Yuxu modudur. Ekran qaralır, proqramlar aktiv qalır. Shutdown bütün proqramları və açıq pəncərələri bağlayır. Qısa konkret desək, söndürür. Restart söndürüb yandırmaq üçün də əməliyyat sistemini yenidən yükləyir. Lockdakı müvəqqəti şəkildə kilidlənir. Windows L-də qısa yolu olmuş olur. Yenə deyirəm, lockla sleep demək olar ki, eyni yerdir, sadəcə adları fərqlənir. Sonra gəlir Alt F4. Alt F4-də nələr var? Switch user var, istifadəçini dəyişdirirsən. Sign out var, istifadəçidən çıxış verirsən. Bütün aktiv proqramları bağlayır, başqa proqramda açırsan. Sleep shutdown restartı da ki, danışdıq. Gəlir Aero interfeysin funksiyaları. 4 cür Aero interfeysin funksiyası var. Aero Peak, Aero Shake, Aero Snap, Aero Flip. Bunlarla bircə tanış olaq. Aero Peak nədir? Gəl baxışdır. Bayaq dedik, ən sağ aşağıda, bax burada, ən sağda. Bunu basan zaman hər şey düşür aşağı. Və yaxud da ki, qısa yol var, Win-D. Basdıq, hər şey düşür aşağı, qayıtdı geriyə. Aero Shake gəl, silkələyirsən, bax. Windows Home qısa yoldur və yaxud da ki, sən sol düyməsini gətirsən bax yuxarıya, tutdun, silkələdin, avtomatik olaraq kiçildi. Bax, tutdun, silkələdin, avtomatik olaraq kiçilmiş oldu. Sonra gəlir Aero Snap yapışdırmaqdır. Bax, bununla da gətirsən, ən yuxarıya sıxmışam hal-hazırda. Sıxıram, ötürürəm, böyüyür. Sonra, məsəl üçün, bu tərəfə gətirib də çıxa bilərəm. Gətirəm, üstünə tutaram, sol tərəfdə böyüyər. Və yaxud da ki, Win sağa, sola düymələri ilə də istifadə edə bilərsən. Gördüyün kimi, Win aşağı kiçildir, Win yuxarı tam böyüdür və s. Ondan sonra gəlir Aero Flip. Aero Flip də ki, vərəqləməkdir. Qısa yolları Alt tabdır və yaxud da ki, Win tabdır. Bu Windows 10'daydı bu.
Ondan sonra gəlir Windows 11 əməliyyat sisteminin əsas obyektləri. 3 dənədir. Fayldır, qovluqdur, qısa yoldur. Qovluqlar 2 dənə qovluq var. İstifadəçi qovluqları var, xidməti qovluqlarımız var. İstifadəçi qovluqları sənə lazım olanlardır. Məsələn, desktopa nələrsə yığırsan, şəkilləri yığırsan, videoları yığırsan, mahnıları, yüklənənləri bura yerləşdirirsən və s. Bir də bunu yadınızda saxlayın ki, istifadəçilər tərəfindən yaradılan qovluqlar özünün sarı rəngi ilə fərqlənir. Baxın, bunlar sarı rənglərdir. Sonra xidməti qovluqlar hansıları? Sistem qovluqlarıdır, user file'dır, nə bilim disk PC-dir, network'dır, control paneldir, recycle bindir, keçən dərs keçdik, libraries'dir. Ümumi şəbəkə qovluqları var, arxiv qovluqları var, kitabxana qovluqları var və s. Sonra gəlir qısa yol anlayışı. Qısa yollar necə yaradılır? Qısa yol ümumiyyətlə nədir? Belə deyək, məsələn, baxın, bu qısa yoldur. Daha tez istifadə etmək üçün. Mən bunu silsəm, proqram silinmiş olmayacaq məndən. Sadəcə onun qısa yolu silinmiş olacaq. Qısa yolu yaratmanın 6 yolu var. Gələrəm, tutaram bunu, alt düyməsi ilə sürükləyərəm. Gördüyünüz kimi ikinci bir qısa yol yaranmış oldu mu? Oldu. Ondan sonra Ctrl Shift ilə bir yerdə sıxaram. Baxın, gəldim bura, üzərinə tutdum, Ctrl Shift ilə sürüklədim. Avtomatik olaraq yenisi yaranmış oldu mu? Oldu. Sağ düymə ilə tutaram qulağından, gətirərəm sağa, bu cür bir səhifə açılır. Buradan Move Here var, sadəcə yerini dəyişsən bura. Copy Here vasitəsilə də buradan yenisini yapışdırırsan və yaxud da ki, Create Shortcut ilə qısa yolunu yaratmış olursan. Ondan sonra nələrimiz var? Kopyala yapışdır. Gəl buradan Ctrl-C ilə, buradan Ctrl-V ilə. Yenisini təkrar yaratmış oldum mu? Oldum. Ondan sonra sağ düymə elə, bax buradan, sağ düymə elə, gir buradan New-ya. Buradan hər hansısa bir shortcut-a gir. Shortcut-ın hansı tipdə olsunsa, harada yerləşdinsə, gəl buradan seç, onun qısa yolunu yaratmış ol. Başqa da ki, heç nə qalmadı. Sonra gəlir shortcut'ın silinməsi. Shortcut, baxın, silinən zaman 2-dən ekran açılır bizə. Allah, 37 səhifəymiş, çox imiş. Birincisində soruşur ki, məsələn, sən bunu geri qaytarmaq istəyirsənmi? OK eləyirsən, geri qaytarırsan. Digərində soruşur ki, silməyə əminsənmi? Bu silməyə əminsənmi shift delete sayılır, hard delete sayılır, yəni daha high level silmə sayılır. Əgər shift delete eləyirsənsə, zibil qutusuna düşmədən promoy silinmiş olur. Windows 11 əməliyyat sistemində pəncərələr və onlarla iş prinsipləri. 4 tip pəncərəmiz var. Qovluq pəncərəsi, yalnız fayllar və qovluqlar əks olunur. Proqram pəncərəsi hər hansı bir tətbiqi proqrama aid pəncərədir. Yəni, məsələn, hal-hazırda tutalım ki, PowerPoint-dəyik. Nə pəncərəsi olacaq? Proqram pəncərəsi olacaq. Dialoq pəncərəsi counterlə iş zamanı dəyişikliklərlə bağlı ekrana çıxan pəncərələrdir. Görəcəyik birazdan. Sonra sorğu sistem pəncərəsindəki əməliyyat sistemi və yaxud da ki, istifadəçi ilə işi ilə bağlı açılan kömək pəncərələridir. Bax, qovluq pəncərəsi, hər hansı bir qovluğun daxilindəyik, gördüyünüz kimi. Sonra gəlir, hər hansısa bir, belə deyək, faylın pəncərəsi, gördüyünüz kimi bir faylın daxilindəyik. Sonra gəlir sorğu sistem pəncərəsi, hər hansısa dəstək alırsınızsa adlanır sorğu sistem, yox, nəsə sizdən soruşursa dialoq pəncərəsi. Siz soruşursunuzsa sorğu sistem, sizdən soruşursa dialoq pəncərəsi. Gəlir kontrol panel. Kontrol panel nə idi? Proqramları və qurğuları sazlamaq üçün istifadə olunmuş sistem pəncərəsidir. Sistem qovluğu daha doğrusu. Kontrol paneli açmaq üçün hər hansısa bir iş masasındadırsa, görün məndəki iş masasındadır, yox, deyil. İş masasını haradan yerləşdirdik? Personalize-ın temasının, desktop iconun, gəlib buradan kontrol paneli seçərək, OK eləyirdik, gəlib burada düşür. Baxın, kontrol panelinin üzərinə double klikləsək, gəlib açılırmı? Açılır. Sonra girib buradan kontrol panel yazsaq, enteri bassaq, açılırmı? Açılır. Ondan sonra gəlir
Kontrol panel qovluğu iş masasında görüb görməməsi hardan keçdik? Yeganə qovluq kontrol paneldir ki, onun ikonunu dəyişdirə bilmirik. Digər hamısının ikonunu dəyişdirə bilərik. Daxilində nələr var? System and security var. Sistem və təhlükəsizliklə bağlı hər şey buradadır. Məsələn, backupları buradan eləyə bilərik. Backupları software dərsində keçmişdik də. Nə idi? Ə, belə deyək, nüsxəsinin çıxarılması. Sonra restore idi, bunlar utilitlər idi. RAM-dır, CPU-nun işləmə sürətidir, firewall-ların aktivləşməsidir, deaktiv olmasıdır. Buradan idarə eləyə bilirik. Network and internet, şəbəkə və internetlə bağlı bütün əməliyyatlar yerinə yetirilir. İnternetin statusuna baxa bilirsiniz, interneti dəyişdirə bilirsiniz, faylların ümumi istifadəyə verə bilirsiniz, şəbəkəyə kabel qurğuları əlavə edə bilirsiniz, lokal şəbəkəni sazlaya bilirsiniz və s. Hardware and sound hissəsi, burada da aparat təminatı və yeni aparatlar əlavə etməkdir, aparatların driverlərini silməkdir, yeni driverlər yükləməkdir, səslərlə bağlı bütün hər şeyi buradan tənzimləyə bilirsiniz. Programs, hər hansısa bir proqramı bilirsiniz, ekrandan silən zaman onun bayaq dedik yalnızca shortcutı silinir. Options yerli dibli silmək istəyirsinizsə, Programsdan uninstall proqram eləyərək silə bilərsiniz. Sonra gəlir user account. User accountdakı yeni istifadəçilər yaradılması, istifadəçilərin silinməsi, istifadəçilərə parolların verilməsi, parolların silinməsi, nə bilim, istifadəçilərə müəyyən səlahiyyətlərin verilməsi, valideyn nəzarətlərinin yaradılması və s. Hər biri buradan idarə olunur. Appearance and personalization hissəsində də ki, iş masasının görünüşü ilə bağlı əməliyyatlardır. Clock and regionda vaxt, tarix, vaxt zonalarının dəyişdirilməsi, ən əsası klaviaturanın və sistemin əsas dilinin dəyişdirilməsi və s. buradan olur. Easy of Access-dəki asan giriş deməkdir, məhdud imkanlı insanlar üçün kompüterləri idarə etməyə kömək eləyir. Yoruldum. Bir dəqiqə.